dastanlarımıza fikir versək, ustad aşıqlarımızın məclislərindən o eşitdiklərimizi, gördüklərimizi və təhlil eləsək, görərək ki, doğrudan da Azərbaycan xalqının inkişafında, Azərbaycan xalqının mənəvi dünyasında, qəhrəmanlıq sərnaməsində, məhəbbət tarixində sazın çox böyük, önəmli xidməti olub və bu saz ömrü boyu türkün mən deyərdim ki, yaşdaşı, silahdaşı, həm də igidlərimizin qardaşı olub. Siz təsəvvür edin, Koroğlu hücuma keçəndə, düşmən üstə gedəndə həmişə saz elə çiynində idi. Şah İsmail Xətai həmişə döyüşdən qabaq ozanları qabağa buraxardı və öz çukurlarıyla elə də yazır. Çukurlarıyla aşıqlar ordunu, qoşunu ilhama gətirirdilər. Yəni bu xarici filmlərdə də biz görürük ki, şeypurlarla qoşun ruha gəlir və bizim o ruha gətirənimiz saz olub, Gəranay olub. Yəni bu alətlər qara zurna olub, Suranay olub. Yəni bunların özü xalqın qəhrəmanlıq ruhunun inkişafında, indiki durumda mən elə bilirəm ki, bu daha da əhəmiyyətlidir ona görə ki, biz düşmənlə üzbə-üzük, bizim torpaqlarımız işğal olunub və nə yaxşı ki, bugün sazımız yaşayır. Sazımız yaşayır və sazımızın, mən deyərdim ki, imkanları, hüdudları, onun məzmunu, onun mündərəcəsi bəzən çox təəssüflər olsun ki, hələ açılmıyor. Yəni bu tədqiqatlar da gedir, alimlərimiz də var, aşıqlarımız da var. Amma bunu dünya miqyasına, dünya çapına çatdırmaqda biz acizlik çəkirik. Mən elə bilirəm ki, belə bir verilişlərin yaranması, ənənə halını alması, sazımızın da meydanını genişləndirər, onun mənzilini uzadar və sənətkarların, mütəxəssislərin də biraz elə bilirəm ki, təpəri artar. Bu sahədə uzun zamanlar Azərbaycan televiziyası iş görüb. Fəqət bu zaman kəsiyi, bu qarışıqlıq, yəni formasiyaların dəyişməsi, yeni qurulan dövlətin, yəni bu keçid dövründə elə bir ki, saz da haradasa biraz axsamağa başladı. Amma nə yaxşı ki, indi artıq əlaqədar təşkilatların özü, Mədəniyyət və Turizm Nazirliyində də bu artıq son dövrlərdə bu işlər gedir. Bizim Azərbaycan televiziyasında da bu işdə güclü proqramlar var, yəni mütəxəssislər, özdə jurnalistlər, bu səviyyədə artıq işlər gedir. Mən sevinirəm ki, artıq bizim bu gələcəkdə bu işlər bir öz bəhrəsini verəcəkdir. Saz geniş arenaya çıxmalıdır. Azərbaycan türkü sazın çanağından çıxıb. Yadımdadır ki, son illər aşıq sənətinin durumu və mövqeyi cəmiyyətdə bir qədər enmişdi. Gəlin, açıq danışaq da. Yəni, bir qədər ona xor baxırdılar ki, aşıq sənəti, güya ki, bu... Düzdür, bilirsiniz, cəmiyyətdə o ixtilafat var. Bir hissə adamlar var ki, ona xor baxırlar, amma xalqın əksəriyyəti sazı, aşıq sənətini həqiqətən çox sevirdi. Və mən sizin kimi mütəxəssisləri, İlham müəllim kimi mütəxəssisləri salamlayıram və çox fəxr eləyirəm ki, sizin kimi alimlər var ki, bu sənəti bilirsiniz, təkcə deməli, nəsildən nəsilə keçirmək yox, onun elmi də olmalıdır. Onun mütləq elmi olmalıdır. Çünki təbii ki, bu sənət əsrlər boyu gəlib çatıb bu vaxta qədər, yəni
öz yolu ilə gəlir, gedir. Amma biz indi elə zamanda yaşayırıq ki, biz qapanmaq mümkün deyil indi öz xalqımızın, öz mədəni. Biz gərək bu sənəti başqa xalqlara da göstərək. Yəni bizim sərvətimizdir, biz göstərək ki, bizim belə bir sərvət. Necə ki, biz vaxtilə muğamatı UNESCO deməli vasitəsilə ona ayrı bir mövqe, ayrı bir cəmiyyətdə nüfuz verə bildik. Bilirsiniz, mən buna xaricdə çox tez-tez oluram konferanslarda. Mən buna şahidəm ki, deyəndə ki, UNESCO bu sənəti təsdiq edib ki, deməli, dünya bəşəriyyətin şax əsərlərindən biri kimi bunun tamam başqa mövqeyi olur. Və bu eyni zamanda bu bizim xalqımızı, bizim mədəniyyətimizi özünə məxsus bir vahid kimi bildirir xalqlara. Yəni, aşıq sənəti Türk dünyasının sənətidir. Onun bir qisməti Azərbaycana düşübdür paya. Bir qisməti İranda yaşayan bizim Türk soylu qardaşlarımızdadır. Hətta orada yox, orada Türkmen bölgəsində də baxışlar var. Mən onlarla da görüşdüm. Onu nəzərdə tuturam. Bəli. Sizə göstərə bilərəm. Yox, mən İranın Türkmen Qoçanından danışıram sizə. Şümbəti Qabustan danışıram. Yəni, sonra Qaşqay türklərindən mən getdim, Şirazda oldum mən. Şirazlı aşıqlarla görüşdüm. Onların aşıqlığı skripka çalıb elə oxuyurlar. Onların məşhur İsmail Cəfəri vardı, dünyasını dəyişib, onun rəsmi də var. Mən getdim, evində oldum, ocağında oldum onun. Onlar kamança ilə çalıb aşıqlıq eləyirmişlər. Aşıqlar adında Qaşqay türklərində bir aşıq el var. Onlar hamısı aşıqdılar. Aşıqlar tayfası deyirlər. Bizlərlə oxşayışı var. Fərqlidir. Təbii ki, arada böyük bir Tehrandan ora 12 saatlıq yoldur. Buradan da Tehrandan da bura yəni çox uzun məsafədir, amma o da bir qolunu yaşadır. İndi siz danışın, o fərqlər nədə özünü göstərir? Mən sizə deyim, İranda aşıqların deməli 24 bölgəni gəzmişəm. 24 bölgədə eyni sualı hamıya vermişəm. Bəlkə yalan olmasın, 500-dən artıq aşıqla görüşmüşəm, eyni sualı vermişəm. Çıxartdığım nəticəyə görə məlum oldu ki, bizim demək olar ki, Azərbaycan sazının 7 kökü orada da var. Məsələn, bəzi tədqiqatçılarımız Azərbaycanda deyirlər, yazırlar 6 kökü var, xeyr, 7 kökü var. Amma rəhmətli Əmrah dayı da bir kökü çalmışdı, o kəsmə şikəstədə çalırdı. Mən sonra araşdırma apardım, getdim, gördüm, Türkiyədə artıq bu kök var. Yəni, nə zaman sonradan götürüb, amma bizə Əmrah dayıda gördüm, heç bir aşıqlarda yoxdur. Amma klassik olaraq 7 ənənəvi kökümüz var, 7 əsas pərdəmiz olur, qalan da yarım pərdələrimiz olur. İntihası İranda hər bir bölgədə, məsələn, Zəncanda bir ayrı cür deyirlər, Xoyda bir ayrı cür deyirlər. Deyək ki, Urmiyədə pərdələrin hərəsinin bir adı var, Azərbaycanda da bir ayrı. Bunları qarşılaşdırmışam mən. Ki, bəzən görürsən, uyğun gələnlərdə var, fərqli adlarla qeyd olunanlar var. Bəli. Hətta mən Türkiyədə bağlama yazan, saz metodları yazan müəllimlərlə də çox, Ərzurumdan belə tutmuş, Qaziantep'də də çox kitablar almışam, oxumuşam. Bəli. Amma onların çox maraqlıdır ki, mən sazın hissələrini yazırlar, eləyirlər. Dedim ki, bəs bunun ənənəvi adları nədir? Hocam deyir, biz bunu heç fikir verməmişik. Dedim, bəs İranda var, Azərbaycanda var, nə tər olur? Mən bu məsələni orada qaldırdım, gördüm, tapamlar. Axırda özüm tapdım. Yəni, məlum oldu ki, Türkiyədə də müəyyən adlar deyirlər. Məsələn, Dərbədər pərdəsi nə İranda var, nə Azərbaycanda? Dərbədər, hə, orada var. Yaşıqda terminoloji baxımdan çox maraqlıdır. Sazın pərdələrinin sayı baxımından da, məsələn, mən onu araşdırmışam, 12 pərdəli sazlar var, 13 pərdəli sazlar var, 14-15 pərdəli sazlar var. Əslində, bu pərdə məsələsi şərtidir, yəni nə mənada şərtidir. Bizim 20-ci əsrin ortalarına qədər Azərbaycan sazının müəyyən, siz özünüz də yaxşı bilirsiniz ki, 15-dən 16-dan bu yana pərdəsi yox idi da. O, sadıqcan ki, muğam sənətində, tarın ifaçılığında, tara elədiyi texniki, o imkanları artırdı, yəni sinədən, dizdən qaldırdı sinəyə və bu məqamda həm də simləri artırdı, pərdələri artırdı və Azərbaycan muğamı elə-belə inkişaf eləmədi. Yəni o pərdə tələb elədi ki, hansısa bölməni, hansısa güşəni
o pərdədə ifadə elə, pərdə tələb elədi də o. O yavaş-yavaş artırdı. Və görürsünüz ki, Azərbaycan muğamı bu saat dünyada ən inkişaf eləmiş, məzmunca, mündərəcədə çox zəngin bir muğamdır, əl çatmaz bir muğamdır. Ona görə yüksək səviyyə, üzr istənmə. Tarda olduğunu Əmrah Gülməmmədov sazda gətirdi. Sizin yaxşı yadınızdadır. Yəni 50-ci illərin əvvəllərində Azərbaycan radiosunda o lent yazıları, səs yazıları durur və qorunmaqdadır. Bu da oradan irəli gəldi ki, sazın havacatı, mündərəcatı, məzmunu zənginləşdi. O fitri istedadın sayəsində. Və saza texniki imkanlar hardan gəldi? Pərdə artdı, sim artdı. Sənin özün bu saat 11 simli sazın var. İlk dəfə Əmrah Gülməmmədovun sinəsində, Kamandar Əfəndiyevin sinəsində gəldi. Sonra bu sazı Ədalət Nəsibov dünyaya necə çatdırdı? Ədalət təhcə saz havası çalmırdı ki, o da səni kimi, indi sən biraz da inkişaf elətdirmirsən, o vertura çalırsan, yəni bu Azərbaycanın himnini çalırsan, bunu mən istərdim ki, bizim verilişimizdə biz danışa-danışa arada bunlar geçsin bizim tamaşaçılara və görsünlər ki, sazın texniki imkanları necədir. Zakir Bayramovun sazı. İlk dəfə Əhməd Bakıxanovun ansamblında 60-cı illərin əvvəllərində bu adam gətirdi. Adi sazı gətirə bilməzdi o 12 pərdəli sazı. Burada rəngləri çalınmalıydı, burada muğam hissələri çalınmalı. Onu bu saat belə Zakir Bayramovun da sazı 28, 29, 30 pərdədir. Təxmin nəyə gəldi? Burada bu pərdələr elə belə yaraşıqına düzəlməyib. İlqar İmamverdiyev bunu yaraşığa düzəltməyib.
Hər bir hər bir pərdənin özünün tələbatı var. O acır, o barmaq üçün, o guşə üçün, o yenilik üçün və hər bir sənətkar. Niyə deyirlər filan kəs ədalətə bənzəyir, filan kəs Əmraha bənzəyir, Kamandara bənzəyir. Kamandarın güllərini vurur, Əmrahın kim vurur? Ədalətin kim vurur, İlqarın kim vurur? Mən bəzən gənclərə danışıram ki, yaxşı gözəl saç çalanlarımız var və ifa edənlərimiz var. Görürəm bir gözəl bir guşə, gözəl bir gül əlavə elədi. Deyirəm, bala, get bunu yazdır. Bunu yazdır, bunu artıq sənin gülündür bu. Və sabah İlqar müəllim onu götürər, məsəl üçün deyirəm. Götürəcək İlqar müəllim bunu öz adına yazacaq, ilk dəfə yazıldı. Sənin adına. Ona görə hər kəs öz gülünün sahibi olmalıdır. Niyə ədalətinki bilinir? Əmrahınki bilinir. Urfanidə giriş var. Kimindir o? Urfani havasında. Muğam girişi gəlir, necə də belə uyğunlaşır, Urfanın canını, qanını özündə əks elətdirir. Hamı deyir, buna Əmrah gedişi deyirlər. Çukurovada bir gediş var. Necə də Əmrah gəlir, muğama keçir, daxil olur, sonra çıxır oradan. Yəni bunu təsəvvür eləmək o qədər çətindir ki, yəni əslində bizim üçün asandır. Və ona görə də sazın texniki imkanları zənginləşdikcə havacatı zənginləşdi. Biz indi deyirik, dünyaya bu sazı sevdirməliyik, təbii ki sevdirməliyik. Amma bizim Azərbaycanda bunu ilk öncə sevdirməliyik. Azərbaycan sazının qüdrətini dünya tanıtdırmaq üçün təkcə məsəl üçün dünya musiqisini çalmaq bəlkə də heç o qədər də lazım deyil. Niyə? Özümüzün elə havalanı, yadındadır, Aşıqlar Qurultayında sən bir misri çaldın. O misrini sən bədahətən çaldın orada. Orada nələr elədin, bir özün bildin. Hətta o vaxtı rəhmətli bəstəkarımız Süleyman Ələsgərov götürdü, onu olduğu kimi də nota çevirdi, o qədər vurulmuşdu. Bununla da çıxmaq olar. Bəhər Divani ilə də çıxmaq olar. Baş müxəmməsin, ədalət necə çıxırdı? Bəlkə də əsas ədəli onu ilə çıxmaq. Çünki indi bu dünyada... Yox, o da var. Amma bir sözdə deyim mən. Bir sözdə deyim ki, elə başqa xalqların musiqisini çalmaqla da çıxmaq olar. Mənim yadımdadır, rəhmətli Əmrah Gülməmmədov danışırdı. 59-cu ildə Azərbaycan mədəniyyəti 10 günlüyündə Moskvada, Kreml sarayında böyük bir ziyafət, konsert olubdu. Orada Əmrah, baxdım, gördüm ruslara mən necə bu sazı təqdim edim. Kalinka mahnısı var. Deyək, gəldim onunla, Moskovski Veçə, Moskva gecələrindən sonra keçdim Urfaniya. Deyir, məni buraxmırlar. Sonra deyir, Xamşuski çıxdı, şeylə, Qarabağ şikəstəsindən üçlük, Qavalı deyir, tulladı göyə. Dedi, hamımız qorxdu ki, ay Allah, bu indi yerə düşəcək, deyir. Qaval ilan kimi deyir, bir səs çıxartdı, gəldi, düşdü əlinə deyib başladı. Gör, hay gör. Yəni, sazı bu gürdə, yəni başqa xalqların musiqilərini verə-verə də, yəni başqa bir dildə də danışdırmaq olar. Amma əsas odur ki, Azərbaycanın aşığı, Azərbaycanın sənətkarı, tədqiqatçısı öz sənətini, öz sazını, öz melodiyalarını kamil bilsin və sevdirə bilsin. Sonra da sənin kimi o musiqini tam biləndən sonra artıq girişdin Avropa musiqisinə. Və mən istərdim ki, burada bir türk marşı da siz səsləndirəsiniz, elə biləm pis olmaz.
20-ci illərdə birinci dəfə Üzeyir Hacıbəyev tətbiq eləmişdi ki, tarda xalq çalğı alətlərində Avropa musiqisini çalmaq. Amma o zamanın tələbi başqa idi, Üzeyir Hacıbəyevin də məqsədi başqa idi. Nə üçün o istəyirdi ki, fortepianoda tarda Mozart'ı çalsınlar? Çünki o sübut eləmək istəyirdi ki, bu alətlər, o zaman bu alətlərə təqiblər olurdu, bu xalq musiqisinə, muğama, ümumiyyətlə də xalq musiqisinə təqiblər olurdu, cəmiyyətin bir qismi ona belə xor baxırdılar. Və Üzeyir Hacıbəyev sübut eləmək istəyirdi ki, bu alətlərin imkanları çoxdur. Yəni, gəlin bunu tollamayaq, gəlin bunu qoruyaq, bunun da imkanları var. Baxın, Avropa musiqisini çala bilir. Amma hal-hazırda mənə gəlir ki, belə gəlir ki, Üzeyir bəy özü istifadə də elədi. Yəni, operalarında, Koroğlu operasında, siz özünüz görün, nə qədər orada aşıq havasından istifadə olunub. Amma ayrıca götürəsən, deyəsən, bu hansı havadır? Hər adam onu tapa bilməz ki, Üzeyir bəy necə qidalanıb buradan, hansı kökün havalarından, hansı ladlardan götürüb, harada istifadə edib. Uverturanın özündə neçə saz havası var. Osmanlı divanisi də var. Siz ya, bizim verilişdən əvvəl söhbətimiz oldu. Çox gözəl. Yəni, bunu Üzeyir bəy deyirdi və əməlinlə göstərirdi. Yaradıcı şəkildə yanaşırdı. Saz havalarımız Qəmbər Hüseynli bunun özü indi öz aramız nə qədər bu işlə əlaqədar bunun zəhməti oldu. Hətta 59-da aşıqları qurultaya hazırlayanda, yəni mədəniyyət günlüyündə aparanda bir ay yarım Qəmbər Hüseynli aşıqlarla işləyib. O səviyyədə çıxardıb. Yüksək. Qızlar, saz çalan qızlar ansamblı. O sonradır. Yəni o Moskva ilə bağlı deyil, onun da olar. Üzeyir bəyin özü saza verdiyi, mən deyərdim ki, diqqəti, saza verdiyi əməyi ayrıca bir tədqiqatın mövzusudur. İlqar müəllim, siz bir mətləbə toxundunuz, mən ona qayıtmaq istəyirəm. Siz dediniz ki, pərdə, deməli, pərdədən söhbət gedəndə sazın pərdələrindən orada oxşarlıq var. Amma bu, mənə elə gəlir ki, elə də əsas bir fərqli və yaxud oxşarlıq, bu mədəniyyətlərin, aşıq mədəniyyətlərin oxşarlığından danışmaq üçün bu əsas ola bilməz. Çünki muğamatda da bilirsiniz ki, o rastdır, çağırgahdır, segahdır. Bu, özbəklərdə də var, taciklərdə də var, ərəblərdə də var, İranlılar. Amma bunlar başqa-başqa əsərlərdir musiqi. Əsas havacatdır, xanım. Havacatından danışıram. Havacatda da rəngarəngli, müxəttib. Məsələn, çox maraqlı fikirləriniz var. Məsələn, dünənlərində təsadüfən Aşıq Tehqana can sağlığı versin. O bura gəlmişdi, onu yox, təsadüfən veriblər. 94-cü ildə verilişə çıxart. O, məsələn, mənim sazımı verdim, götürdü, pərdələrini düzəltdi, öz ruhuna, Urmiya üstündə. Məsələn, o sazı çalanda, ha istəyirsən ki, bizim şeyli yox, deyir, Urmiya havaları çıxacaqdır. Urmiya havalarının o pərdələrində 4-1 pərdələr var, onda ki, o bizdə yoxdur. Bizdə indi, məsələn, biz bunu xromatiklə şey eləmişik, piano üstündə qurmuşuq. Əslində, hər bölgənin o baxımdan deyirəm ki, pərdələrin o düzüm şəkillərində fərqlilək özünü göstərir. Məsələn, Türkmən baxışlarının dütarında o pərdələr 13 pərdəlidir. O pərdələrin düzülüşü, onların səslənməsi təbii ki, bizim sazla uyğun gəlmir. Məcbursan onları çəkəsən, sən də eləyəsən. O həm də təkə musiqi ilə deyil. O şəkillərinin, qəlblərinləndir. Çox böyük əksəriyyəti. Yəni, divani 15 hecalıdır. Divani o qəlbi tələb edir. Onda Türkməndə 15 heca yoxdur. Bizim müxəmməs 16 hecalı, müxəmməs Türkməndə yoxdur. Amma gərəli var, qoşma var, olduğu kimi var. Qoşqu deyirlər. Yəni, təcnis yoxdur. Nə qədər axtardım Türkmən poeziyasında mən tədqiq eləmişəm. Yadımdan çıxdı, kitabı da gətirim, göstərək. Yəni, təsəvvür edin, Türk poeziyasının özündə mən tədqiq tapa bilmədim, tədqiqat vaxtı. Yapondan tapdım. Fransız nümunələri gətirmişəm. Onlar da yoxdur. Yəni, bu sözün haradan meydana gəlir? Xalqın dilinin zənginliyindən yaranır cinasda. Və o melodiyanı yaradır. İndi bəzi adam tədrisi çalır. Axı, tədrisdə o cinas səslər gəlməlidir, təkrar səslər gəlməlidir, amonim səslər gəlməlidir. Bayağı çalırsan, tədris ölür. Təsəvvür edirsiniz? Tədris də o şeirin özü kimi. Və musiqi ilə o vəhdət təşkil edir də bir ahəngdə. Ona görə də nəyə görə bizim sazımızın melodiyaları zəngindir? Poetik şəkillər zəngindir, janrlar zəngindir. Ona görə.
bir də mənə bəzən irad tuturlar ki, deyirlər, sən bu saz havalarını nota salırsan, niyə belə şey, yəni bunu mən bilirsinizmi, niyə görə bu qədər 100 saz havasını nota salmaqda məqsədim, özdə bütün səsləri yazmışam mən. Ki, İranda, Türkiyədə bunu eləməyiblər. Ürəyim yandığından eləmişəm. Nəyə görə? Çingiz Elif bir tək səsli yazıblar onlar. Ali Xudadadı Məzədli tək səsli yazıbdır. Sonra bütün Türkiyədə bağlama metodları yazanlar tək səsli yazıb. Amma mən bunların qarmonik səslərin hamısını bir-bir yazmışam. Ki, gələcəklə konservatoriyamızda bunları tədris eləyək. Mənə deyirlər ki, sən niyə bu şey eləyirsən? Bəlkə yeni güllər. Dedim, qardaşım, məsələn, 37-ci ilin dilqamını unudublar, heç kim sala bilmir. Məsələn, deyək ki, Aşıq Sadıq Sultanovun oxuduğu dübeytini heç kim unudubdur. Mən İranda aşıqları deyəndə dedi, hə, bizdə bu var. Onlar da qalıbdır. Amma təsadüfən mən rəhmətli professorumuz Arif Məmmədov ağzında oxudu. Mən onun notu 9 saat onu yazdım. Onu bizim aşıqlar unudublar. Sadıq Sultanov. Sadıq Sultanovun bizim mən tapmışam. Əminə xanım vaxtilə yazıb. Bizə bağışladı Əminə Eldar sağ olsun. Məsələn, mən onun dübeyti şeydə o yeri özə xüsusi yazmışam ki, qoy bu unudulmasın, getməsin, abidələşsin, nota şəklində abidələşsin. Gələcək bizim musiqiçilərimiz konservatoriyada dərs deyəndə bunlar əvvəlcə bunları bilsinlər. Ondan sonra özlərinin güllərini də əlavə eləsələr daha yaxşı olar. Notla bağlı mən istəyən bir fikrimi söyleyeyim. Not əvvəla mütərəqqi bir hadisədir. Yəni saz havalarının nota köçürməyi. Amma hər hansı bir sənətkarın havasını, çaldığı ifanı müstəsna olaraq onu təqdim eləmək, yəni ki, mən elə bunu bu cür hər bir aşığın özünün fərdi üslubu var. Yəni ümumi bizim havaların özünün donu var. O özünün libası var. Onun əndazəsi var. Və hər bir aşıq çalanda İlqarın özünün nəfəsi var. Yəni insanın aşığın təkyə üsulu yoxdur. Mən əsli kələmi danışıram və mən orada süjeti biraz zənginləşdirirəm, obrazlaşdırıram, dilim zəngin, məzəl üçün deyirəm. Amma başqa bir aşıq biraz başqa cür danışır. Ona görə də aşıq havasını nota salmaq xeyirdir. Yəni Məmmədin ifası qalır. 100 il, 200 il qalacaq. Kim maraqlarını tədqiqatçı geçsin görsün. Amma sən o Məmməddən aldığın o ifanı məktəbdə tədris eləyəsən, bu elə bilirəm ki, həm də müəllimlik, mən deyərdim ki, imkanlarını məhdudlaşdırır. Bilirsiniz niyə? Artıq bu adam onu öyrənir və bunun üçün də, bu tələbə üçün, bu şagird üçün, bu öyrənən adam üçün bir dənə hava var, o not havası qutardır. Bu olmaz. Ona görə də muğamatın da notu yoxdur, əzizim. Muğamat da improvizədir. İlham müəllimlə, çünki bilirsiniz, bu sənət havaya yerə deyil ki, bu şifahi yolla. Axı, şərqdə not yazısı var idi, 13-cü əsrdən bəri not yazısı üsulu vardı da, böyük Səfiyyəddin Ürməvi o not yazısını icad eləmişdi birinci dəfə. Yəni, şərqdə bu var idi. Amma bu sənəti şifahi yolla nəsildən nəsilə keçməlidir. Bu onun məğzidir, bu onun əsasıdır. Yəni bu əgər şifahiliyini itirsə, o öz təravətini, ahəngini itirəcək. Yəni bunun xüsusiyyəti budur. Amma bir alim kimi mən təbii ki, hesab edirəm ki, yazılı materiallar olmalıdır, disklar yazılmalıdır. Bütün bu ifa üslubları hamısı həkk olunmalıdır. İndi müasir nasiterlər deyirlər də, daşıcılar, onlar CD-lərə, DVD-lərə, bunlar yazılmalıdırlar. Təbii ki, bu tədqiqat üçün çox önəmlidir. Çox önəmlidir. Yəni, bugün, məsəl üçün, ədalətin çaldığı havaları yazmamaq, yaxud 5-10 il bundan qabaq, yazmamaq, bu doğrudan da günahdır. Sabah indi ola bilər ki, o yazılar amma kim yazıb onu? O not qalmalıdır. O tədris üçün olmamalı. Yəni, filan kəsin havasından Azərbaycan xalqı, o bunun fərdi, daxili dünyasından, barmaqlarından, beynindən gələn bir məhsuldur. Ona görə də bunlar saxlanılır. Ya bu ənənə olub Əminə Eldarova ilə rəhmətli Zeyir bəyin ilk getirməsi, Əminə xanım deyil, özünüz bilirsiniz. O vaxtlar başlamışdı bu işi, müdafiə də elədi. Sonra bundan sənin də dostun, mənim də dostum vaxtilə dünyasını erkən dünyanı tərk eləmiş dostumuz da Azad Ozan çox zəhmət çəkdi. Sən özün zəhmət çəkdin. Nazım Bağırov bu barədə. Yəni bunlar, bu işlər gedir. Amma yaxşı olar ki, bu arxiv üçün, tədqiqat üçün, gələcək üçün çox önəmlidir. Amma mən də məsləhət bilərdim ki, bizim müəllimlərimiz
saz müəllimləri, sazdan dərs deyən, indi də ustad şəhər söhbətindən söhbət gedə bilməz. Ona görə ki, ustadlar 5-6 nəfər bəlkə barmaqla sayılsın. O ənənə yoxdur. Ona görə də aşıqlıq sənətindən biz yana-yana danışırıq. Bugün artıq bütün dünya məlumdur ki, Azərbaycan sazının ifaçılıq məqamı, Azərbaycan sazının texniki imkanları 50 il bundan qabağında müqayisə olunmaz. Yəni biz bayaq Aşıq Əmrahın adını çəkdik ki, yəni sazda inqilab elədi, o havaların özünün məzmununda, mündərəcəsində yenilik gətirmək üçün, yəni əslində yenilik içərdən gəlirdi və saza gəldi, pərdələrə gəldi, simlərə gəldi, saz zənginləşdi, qol uzandı, pərdələr çoxaldı, simlər artdı. Bunlar hamısı dedik ki, havacatın özünün məzmunundan irəli gəldi. Və bugün nə yaxşı ki, Azərbaycan saz solo ifaçılığı, mən deyərdim ki, əsrləri qabaqladı. Mən ümumi ifaçılıqdan getmir söhbət, yəni aşıqlıqdan getmir, ustadlıqdan getmir, dastançılıqdan getmir, sazın ifaçılığından gedir. Son dövrlərdə sazın ifaçılıq məqamına, sazın ifaçılığına üstünlük daha çox verildi, nəinki ustad aşıqlığa üstünlük verildi. Yadınızdadır, Azərbaycan televiziyasında vaxtilə siz də baxmışsınız, Ozan verilişləri gedərdi, dastan axşamları gedərdi və indi hiss eləyəm ki, yavaş-yavaş bərpa olunmaqdadır bu işlər. İndi də çox təəssüflər olsun ki, o dastanı danışan adamların böyük əksəriyyəti yoxdur. Amma yenə də var. Yəni biz, siz, yəni cəfakeş adamlar var bizim mütəxəssislər içərisində, jurnalistlər içərisində. Yenə də biz o adamları gedib axtarıb tapacağıq. Yenə də Borçalıda Aşıq Aslan Kösalı kimi aşıqlarımız var. Şirvanda Aşıq Əhməd Rüstəmov kimi aşıqlarımız var. Xəstə də olsa, onun ağzından çıxan kəlmələr bizə lazımdır, o dastanlar lazımdır. Yəni elə aşıqlarımız durur. Gəncədə Aşıq Maiz 50-yə yaxın dastan bilir. Aşıq Sirat. Məsələn, bunlar hamısı durur. Yəni bunlar yaşayır. Biz bunların deməli imkanlarından, onların o daxili zənginliyindən istifadə eləməliyik. Yenə də qayıdıram saza, sazın texniki imkanlarına. Siz uvertura çaldınız mənim Sarıtel verilişimdə 94-cü ildə. Mən birdən-birə az qalmışdım, belə özümdə deyildim, belə ki, bu sazın, sən təsəvvür Üzeyir bəyin o böyük orkestrdə çalınan uvertura büyük sazda gəlir və sazda bugün bunun dünyaya getməsi. Elxan müəllim, bu sazın texniki imkanlarından danışırsınız. Çünki Əmrah dayı kimi əjdaha sənətkarı görmüş, Əhməd Kösalı, Sadaxlı onların hamısını görürsünüz. Onları mən də gördüm. Yəni onları görəndən sonra mən anladım ki, bu sazda nələr eləmək olar. Hətta bizim bəstəkarlarımızdan çox razıyam ki, saz üçün xüsusi əsərlər yazdılar. Böyükləri onu dediyiniz Aşıqlar Qurultayında rəhmətli Süleyman müəllim Aşıqvarı adlı əsərini yazdı. Sonra bizim Akşin Əlizadə 1990-cı ildə yanvar qırğınında mayın 5-də Filarmoniyada 5-ci simfoniyasında orada sazdan istifadə edibdir. Hələ indi də çala bilərəm, unutmamışam.
çox müvəffəqiyyətli bir əsər oldu. Sonra bizim bəstəkarlarımız Cahangir Cahangirov Papaq kinosunda bu sazdan istifadə elədi. Moskvada yazdırdıq onu. Sonra Səsində, oğul istərəmdə. Sonra Qaçaq Nəbi kinosunda istifadə elədi. Simfonik orkestrində Moskvada yazdıq onları. Emin Sabitoğlu. Hacı Xəmməmmədovun əsərləri sazla bağlı, aşıqlarla bağlı gözəl manları. Arif Məlikovun 2 Sahil filmində sazdan istifadə eləmişik. Çağırdılar, getdim, saldım mən. Yəni əsl musiqiçilər, əsl böyük musiqiçilərimiz, onlar sazın qiymətini, qədrini bilirlər. Onlar onu... İlqar müəllim, bütün bunlar bir yana qalsın. Bu saz bizə 250-dən çox dastan gətirir. İndi bu gün saza ağız düzəlmər. Sazı, nə bilim, bəlkə də bir aşağılıq kimi baxan insanlar da var və ona cavab olaraq bizim sənin çaldığın, ədalətin çaldığı sazlar cavab verər, Gülabının çaldığı sazlar cavab verər. Ustadlarımızın ruhu narahat olar ağız üstündə, özümüzdən çıxıb özümüzə qənim olanlar saza qənim kəsiliblər. Bugün nə yaxşı belə verilişlər var, belə kanallar var ki, sazı müdafiə edir. Sazın müdafiə bəlkə də ehtiyacı yoxdur. Amma onun təbliğə ehtiyacı var ki, bugün bu işi görülür və o 250 dastan artıq Azərbaycan Folklor İnstitutunda, Elmlər Akademiyasının Folklor İnstitutunda siz özünüz yaxşı bilirsiniz. Artıq 100 cildlik bizim Azərbaycan folkloru antologiyaları çıxır, yəni cildlər çıxır. Var məhəlli bölgələr üzrə çıxırdı antologiyalar, amma indi 100 cildliyin 7 cildi artıq çıxıb. Onun bəlkə də 30 cildi dastan olacaq, bu saz gətirib. O nağılları saz gətirib, əfsanələri, rəvayətləri saz gətirib. Lətifələri saz gətirib, qaravəlliləri saz gətirib. Bu saz Azərbaycan mənəviyyatının heykəlidir. Sinəyə bax, dünyadır, Azərbaycandır. Baş günəşdir, bu bunun şüalarıdır. İçimizdən gəlir. Tut ağacı, ipəkdir, bəhməzdir, doşabdır, hər şeydir, səsdir. Qoz ağacı, gözə dərman qoz və mənəviyyatımızı zənginləşdirən. Başqa xalqlarda gəlsin görüm. Hansı xalq ki, bu tut ağacından istifadə edir? Elə bizim türk qardaşlarımızın küknar ağacından özlərindən də bağlama deyirlər. Onlara mən başqa gözlə baxmıram, amma bizim sazımızın zili, bizim sazımızın ahəngi mən görməmişəm heç yanda. Ona görə yox ki, bu bizimdir, ona görə ki, bu böyük həqiqətdir. Bilirsiniz, bu aşıq sənətini düzgün təbliğ eləmək lazımdır. Elə belə gətirib aşığı çaldırarsan kifayət deyil. Cəmiyyətə bunu təbliğ eləmək lazımdır ki, bunun qədimliyi nədir, nədəndir? Təkcə demək yox ya, bu qədimdir. Bunun arxasında nə mədəniyyət durur? Bu nə gətirib bizim cəmiyyətimizə, nə verib bizim mənəviyyatımıza? Bu həqiqətən çox vacibdir və mən həqiqətən sizin işinizi salamlayıram ki, siz bunu və mənim üçün bir alim kimi ən maraqlısı odur ki, siz müxtəlif mədəniyyətləri öyrənib, onların deməli müqayisəli təhlilini apara bilərsiniz ki, bizim sazla başqa alətlərin, qohum alətlərin arasında fərq nədədir? Məsəl üçün, bu formada saz mənə elə gəlir ki, ancaq bizdədir. Ancaq bizimdir. Bir də nə demək istəyirəm, bizim bu aşıq havalarla bağlı, məsələn, mən indi iki məqalə biri yayınlanıbdır. Məsələn, Koroğlu İranda, Azərbaycanda, bir də Türkiyədə 60 Koroğlu adlı havanın adını təsbit eləmişəm. 56 dənə Kərəm adlı havalar var. Ümumiyyətlə topladım ki, görüm nə qədər, 903 havanın adını təsbit eləmişəm. O demək deyil ki, indi bu 903 hava var. Olsun bunun yarısı 2 adlı ola bilər. Yəni 500-ə gəlib çıxır.
Mənim məqsədim odur ki, əl-ələ verib, bax, Elxan müəllim kimi bizim o radioda çalışır. Elxan müəllim kimi adamlarımız, yəni biz də çalışırıq ki, hardansa öyrənək, bunları abidələşdirək, nota salaq ki, həm canlı olaraq çalıq göstərək, unudulmasın, həm gələcək nəsillərimizə ərmağan olsun ki, ay oğlum, əlinə saz alırsansa bu havalarımızı, bu abidə havalarımızı bilmək sənin borcundur. Çünki onu bizim özümüz yaşatmalıyıq. Başqa Yaponiyadan qızımız Tomoko gəldi, sazımızı öyrəndi. Biz özümüz niyə öyrənmiyoruz? İlqar Hürgətli Yapon qızını. Yapon qızına mən sazı öyrətdim, getdi Yapon. Yəni biz özümüz buna sahib çıxmalıyıq. Öz havalarımıza özümüz sahib çıxmalıyıq. Gözəl bir ifadə işlətdin ki, deməli, bu Azərbaycanda vaxtilə bir ənənə var idi. Bir bölgənin havalarını deyildilər 77, bu ilə də bitirdi. Axı biz bütün Azərbaycanı götürməliyik. Yəni Şirvan da bizimdir, Güney də bizimdir, Quzey də bizimdir. Yəni bu havalar, sən özün yaxşı bilirsən, tədqiqat aparmışsın. Təhkə Borçalı söhbəti deyil. Borçalıda 20-dən artıq hava bu Azərbaycan Respublikasında çalınmır. Urmiyada 30-a yaxın hava bizdə çalınmır. Qaradağ, Zəncan, Təbriz nahiyələrində, Tehran ətrafı havalar. Nə qədər hava var? Havanın özünün öz Şəxsən mənim yazdığım, yəni mənim qeydə götürdüyüm heç olmasa 1-250 havanın adını mən bilirəm. Mən hamısının adını yazmışam. İndi çap elətdirməyə gətirmişəm, qoy olsun. İndən sonra bu havaların adını mən yazmışam. İndi mən özüm də başda olmaqla bu havaların yazdırmaq eləmişəm. Məsələn, Qarababaq türklərindən 50 hava yazdırmışam. Kümbəti Qavusda dütar çalan Məcid Təkədən 50 dənə hava yazdırmışam. 236 havanın içərisindən 50-sini yazdırdım. Sonra Belyayevlə Türkmenskaya muzikada orada 86 hava var. O 86 havanın üstünə gəldi 236. Gör nə qədər gəldi elə Türkmen havaları. Türkmen 2 isimli dütar. Qurban Süleymanın evində oldum Qoçanda. Yəni, məqsəd nədir? Bunları bir araya gətirib, hamısını elmi şəkildə öyrənmək, elmi şəkildə bunun canlı olaraq çalıb göstərmək, həm də nota salıb şey eləmək. Məsələn, 86 hava içərisində 236 havanı mən tutuşdurdum, gördüm ki, cəmi 9 dənə hava indiki gündə Türkmen aşıqlarında, baxışlarında günümüzdə yaşamaqdadır. Məsələn, o baxımdan, bu baxım, bizim Zəncan aşığı havalarımız ayrıdır. Sonra çox maraqlı bir şey deyirəm. 60 dənə Elxan müəllim, həştarut havalarımız var. Adını təsbit eləmişəm. Gedib çəkdirmişəm. Aşıqlara sual vermişəm ki, Təbriz aşıqları havaları olmasın, Urmiya havaları. Onların özünə məxsus havaları var. Qumda yaşayan aşıqlarımız var, Savədə yaşayan aşıqlarımız var. Onların elə havaları var ki, məsələn, Zərgəri, Gülçinin ki, indi ağzım başımda olanlardır. Onlar yoxdur. Həmədanda Heydər Mahmudun elə havaları var ki, heç bir aşıq bilmir. Nə aşıq, deyək ki, Urmiyan aşıqları bilər, nə Təbriz. Yəni, bölgəsəl olaraq havalar. Mənim məqsədim odur ki, onların hamısını toplayıb bir gül dəstəsi şəklində nota salıb, onların hamısını canlı olaraq öyrətmək, bizim gələcək nəzir. Yəni, fərq qoymamaq lazımdır. Borçalısı da bizimdir, Şirvanı da bizimdir, Təbrizi də, Həmədanı da, Savəsi də, Qarapapaq aşıqların havaları hamısı da bizimkidir.